Murad, salam. Eyvah. Əliyək. Bugün biz səndən, Murad, bunu işləyəcəyik. Hazırsan? İlk əvvəl çıxardaq bunları. Bu kimi vəsaitlər uşaqların inkişafında xüsusi rol oynayır. Nəyə görə? Çünki burada həm fiqurların eyniləşdirilməsi, həm də uyğunlaşdırılması var. Burada həm rənglər, həm forma uşaq öyrənmiş olur. Önəmli olan nədir? Bu anda uşağın həm fiqurları, həm də uyğunlaşdırmanı, eyniləşdirməni bacara bilməsi bizim üçün əsas meyar. Bunu da sökək. Çıxar. Gördüyünüz kimi uşaq bəzən sökdüyü zaman tək-tək və yaxud da bütöv şəkildə çıxarda bilər. Bunların hər biri normaldır. Bütöv şəkildə sökmək həm bəzən səbirsiz kimi görünə bilər, bəzən də kompakt formada işləməyin göstəricisi. Murad, indi gəl yığaq. Bunları əvvəlcə qarışdırırıq. Daha sonra bunları yığacağıq. Hansı hardaydı? Bu kimi fiqurlar, bayaq dediyimiz kimi, həm forma, həm eyniləşdirmə, həm uyğunlaşdırma, həm rənglər, həm də ki, böyük və kiçik anlayışlarını formalaşdırır. Bu zaman müdaxilə etmirik. Uşağın özü zamanla görür ki, hansı böyük, hansı daha kiçikdir. Əgər biz müdaxilə etmiş olsaq, ona kömək etmiş olmuruq. Əksinə, onun bacarıqlarınıləngitmiş oluruq. Burada artıq biz görürük ki, uşaq funksional davranır. Bayaqki kimi davranışı səbirsizlikdən yox, funksionallıqdan idi bütöv çıxarmağı. Aferin sənə.